Salam uşaqlar, gəlin böyük və kiçik qan dövranının şəkil üzərindən izahına baxaq. Böyük qan dövranı sol mədəcikdə başlayıb, sağ qulaqçıqda bitir. Sol mədəcikdən aorta damarı ilə başlayır və yuxarı aşağı boş vena ilə ürəyin sağ qulaqçığına gələcəkdir. Necə baş verir? Sol mədəcikdən çıxan aorta damarı arteriyalara ayrılır və həmin arteriyalarla oksigen və qidalı maddələr daxili orqanlarımıza çatdırılır. Daxili orqanlarımıza çatdırılan oksigen və qidalı maddələr verildikdən sonra kaplyarlarımızda mübadilə baş verəcəkdir. Venoz qana çevriləcək və venoz qan aşağı boş vena ilə və yuxarı boş vena ilə ürəyin sağ qulaqçığına gələcəkdir. Başdan, qoldan və boyundan gələn vena damarları yuxarı boş venaya birləşib sağ qulaqçığa gələcək və yerdə qalan aşağıdakılar isə aşağı boş vena ilə ürəyin sağ qulaqçığına gəlib töküləcəkdir. Deməli uşaqlar, böyük qan dövranı aorta damarı ilə başladı, yuxarı və aşağı boş vena ilə bitəcəkdir. Böyük qan dövranımızda 3 damar iştirak elədi. Aorta, aşağı və yuxarı boş vena. Kiçik qan dövranımıza baxsaq, kiçik qan dövranımız ağciyər dövranı da deyirik, ürəklə ağciyər arasında olan dövrandır. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən başlayacaqdır. Sağ mədəcikdən ağciyər çötüyü ilə çıxacaqdır. Ağciyər çötüyü sağ ağciyər arteriyası və sol ağciyər arteriyasına ayrılır. Həmin arteriyalar ağciyərlərə gələcəkdir. Ağciyərlərdə yenə kaplyarlarda mübadilə gedəcəkdir. Oksigenlə zənginləşmiş qan ağciyər venaları ilə 2 vena sağ ağciyər venası bu hissədən və sol ağciyər venası bu hissədən ürəyin sol qulaqçığına töküləcəkdir. Deməli uşaqlar, kiçik qan dövranı ağciyər çötüyü ilə başlayır, ağciyər venaları ilə bitəcəkdir. Kiçik qan dövranında 5 damar iştirak elədi. Hansı ki iri damarlardır? Ağciyər venaları 4 ədəd, 2 ədəd sağ ağciyər venası, 2 ədəd sol ağciyər venası və ağciyər çötüyü. Kiçik qan dövranında isə 5 damar iştirak etdi. Kiçik qan dövranı ağciyərlərdə zənginləşmiş qanı ürəyin sol qulaqçığına töküləcəkdir. Kiçik qan dövranı təkrar eləyirik. Sağ mədəcikdə başlayır, sol qulaqçıqda bitəcəkdir. Deməli, ümumi uşaqlar, ürəyə neçə damar birləşir? Ürəyə birləşən damarlar ağciyər çötüyü birləşəcək sağ mədəciyə, aorta birləşəcək sol mədəciyə, ağciyər venaları birləşir sol qulaqçığa, 4 ədəd də bunlardır. Aşağı və yuxarı boş vena isə birləşəcək sağ qulaqçığa. Ürəyə birləşən damarların sayı 8 ədəd olacaqdır. Ürəkdən çıxan damarların sayına diqqət eləsək, ürəkdən hansı damarlar çıxdı? Sağ mədəcikdən çıxacaq ağciyər çötüyü, sol mədəcikdən çıxacaq aorta. Deməli, ürəkdən çıxan damarların sayı 2 ədəddir. Ağciyər çötüyü və aorta. Ürəyə gələn damarlar aşağı boş vena, yuxarı boş vena 2 ədəd. 2 ədəd sağ ağciyər venası ürəyə gələcəkdir. Sol tərəfdə sol ağciyər venası və sağ ağciyər venası. Deməli uşaqlar, ürəyə gələn damarların sayı isə 6 ədəd olacaqdır. 4 dənə ağciyər venaları, aşağı və yuxarı boş vena. Deməli, burada ağciyər çötüyü yaxud da ağciyər arteriyası arteriya damarı olmağına baxmayaraq daşıyacağı qan venoz qandır. Və ağciyər venaları. Vena damarı olmağına baxmayaraq daşıyacağı qan isə arterial qan olacaqdır.